belə damar xəstəlikləri ilə bağlı bir məlumat verək və ən çox rastlaşdığımız patologiyalardan. Damar xəstəlikləri təbii ki, geniş bir kavramdır. Çünki buna çox şey daxildir. Ürəkdən tutmuş, bu bizim bədənimizin nəqliyyat şəbəkəsi olan, bütün damarlara aid olan xəstəliklər nəzərdə tutulur. Niyə bu mövzuya toxunduq? Çünki damar xəstəliklərində invaziv radiologiya çox mühüm və böyük rol oynayır. İstəyir bunlar ətraf damar xəstəlikləri olsun, istəyir beyin damar xəstəlikləri olsun, qarın daxili, bağırsaq, qaraciyər, dalaq və ya böyrək damar xəstəlikləri olsun. Yəni qısaca desək, invaziv radiologiya ürək xaricində bütün damarlarda bəzi hallarda hətta möcüzə yarada biləcək bir gücdədir. Çünki invaziv radiologiya köməyi ilə bir zamanlar mümkünsüz dediyimiz problemlər var ki, bunlar çözülə bilir.